Sual cümləsinin unutmursunuz ki, 4 məna növü var. Ümumi suallar, xüsusi suallar, alternativ suallar və taq suallar. Ümumi suallar nədir? Ümumi suallar bizim zaman formalarında gördüyümüz suallardır. Yəni, köməkçi feilləri, modal feilləri mübtədanın əvvəlinə keçirərək yaratdığımız suallardır. Nə deməyə çalışıram? Deyirəm ki, Samir goes to school every day. Yaxşı. Samir hər gün məktəbə gedir. Bu cümləyə mənə deyilsə ki, sual ver. Mən burada düşünəcəm ki, sual cümləsində indiki sadə zaman formasında do does köməkçi feilləri keçir mübtədanın əvvəlinə. Olur, does Samir go to school every day. Bu olur sual cümləsi. Necə yaratdıq? Sadəcə köməkçi feillər atdıq cümlənin əvvəlinə. Bunlara deyirlər ümumi sual cümlələri. Ümumi sual cümlələri Azərbaycan dilində intonasiyanın yanına sual cümlələrdir. Samir hər gün məktəbə gedir. Samir hər gün məktəbə gedir. İntonasiyanın dəyişdiyi oldu sual. İngiliscə olmur da belə. İngiliscə intonasiyanın dəyişimi sual yaradım yoxdur. Biz ingiliscə bu sualı yaratmaq üçün köməkçi feili mütləq formada atmalıyıq. Mübtədanın əvvəlinə ki, o cümlə olsun sual cümləsi. Bu ümumi sual cümləsidir. Bununla bağlı elə deyiləcək şeylər yoxdur. Amma burada yadımıza bir şey salaq. Bu çünki bizim dərsimizin ümumiyyətlə yönünə təsir edəcək. Do, does və did köməkçi feillərinə bağlı. Yəni əvvəl dediyimiz şeylər deyəcəyik əslində. Do, does və did köməkçi feilləri üçün bunu vurğulayaq ki, feilin bax mübtəda gələcək 100%. Ondan sonra feilin birinci forması verb one, feilin birinci forması işlənəcək. Nə deməyə çalışıram? Məsələn, Samir goes demişdim bura. Amma does gələndə Samir go dedim. Niyə? Feilin birinci forması işlənməlidir. Feil qayıtmalıdır mütləq formada öz ilkin lüğət formasına. Məsələn, Samir went desəydim burada. Desəydim deyəndə deyim də. Samir went to school yesterday dedim. Bu cümlənin sualını yaratmaq istəyirəm. Onda deyəcəm ki, did Samir go to school yesterday? Yaxşı. Niyə belə elədik? Dedi ki, do, does və did köməkçi feilləri işləndə əsas feil qayıdır ilkin formasına. Gördünüz? Went feili özünə gəldi. Qayıtdı oldu go formasında. Bir buna diqqət edirsiniz. Bir də have, has, had biz 3 dənə funksiyada öyrəndik. Have feilini biz 3 dənə funksiyada öyrəndik. Birinci funksiyası malik olmaq, var olmaq. I have a pen. Mənim bir qələmim var. İkinci funksiyası köməkçi feil funksiyası. Bitmiş zamanları yaranmağın yadınıza salın. Demişdim have has plus participle to ilə yaranır. Zəhmət olmasa işığı vurarsan fariz. Arxa tərəfdə tək olan işıqdır. Tək olan. Aha. Üçüncü forması isə have-in modal feil olduğu formaydı. Have to, has to öyrəndik biz. Have to, has to sözcülər feilin birinci forması. Və indi bunları toparlayıram. Sual cümləsi üçün lazım olan qaydasını deyirəm. Bu deyəcəyim qayda ingiliscinin axırınacan 4 nal arxamızda gələcəkdir. Have yalnız o halda sual yaradar, inkar yaradar, hətta cavab verə bilər ki, have-dən sonra participle to gəlsin. Yəni, feilin üçüncü forması. Baxın, have demirəm də, to have deyirəm ki, burası siz hamısını əlavə eləndə have, has, have. Üstə gələk, participle to gördünüzsə, bəli, burada sual inkarı have-həzin özü yaradır. Görməmisinizsə, sual inkar yaratma funksiyası itir artıq. Məsələn, have you been to Spain? İspanyada olmusan? Bu doğrudur. Çünki görürsünüz burada have yazmışam, been yazdım bura. Participle to. Bunu görməsəydim, bu 100% səhv idi. Bu bizə çox lazım olacaq. İndi hissə yenə ora gələcəm olsun. Bu ümumi sual cümləsidir. Bir də var xüsusi sual cümləsi ki, bizə ən lazım olan sual cümlələridir. Xüsusi sual cümlələri içində sual əvəzlikləri olan sual cümlələridir. Sual əvəzlikləri bilirsiniz Azərbaycanda kim, nə, hara, necə, nə cür, hansı. İngiliscində də bunların qarşılığı who, kim, whom, kimə, kimi, nə bilim, what, nə, nəçin, hətta hansı, which hansı, what kind of hansı, deyək ki, how, necə, how much, nə qədər, how many, neçə, nə qədər. Bunlar sual əvəzlikləridir da ingiliscində. When, nə vaxt, what time, nə vaxt, sual əvəzlikləridir bunlar. Bax, o sual əvəzlikləri olan sual cümlələri olur xüsusi sual cümlələri. Yəni, bu xüsusi sual cümlələri 100% sual əvəzlikləri ilə başlayır.
Xüsusi sual cümlələrini hətta WH how questions deyirlər. Yəni səbəbi odur ki, sual əvəzlərin hamısı ya WH hərfi ilə başlayır, ya da how ilə başlayır. Ona görə yaxşı. Xüsusi sual cümlələri necə yaranır? Deməli, cümlələrə necə sual veririk? Belə bir cümlə deyirəm. Deyirəm ki, Samir's students deyir ki, went to hotel, sadə bir cümlə olsun, yesterday. Yaxşı. Bu cümləyə bir hissəsi sual verəcək. Deməli, sual cümlələri necə yaranır? Birinci, əgər cümlədə mübtədaya və yaxud da mübtədanın təyininə sual veririksə, bu bizi çaşdırmasın. Müəllim yenə nə danışır? Mübtəda zat. Azərbaycan dili hazır keçir. Xəbəri tapmaq mümkündür da, çox asandır da xəbəri tapmaq. Cümlədəki o şəxsə və zamana görə dəyişən feil 100% xəbərdir də. Went xəbərdir də bu cümlədə. Bax, xəbəri tapırsınız. Xəbərdən əvvəlki hissə mübtədadır. Mübtədanın qabağında bir söz varsa, o da mübtədanın təyinidir. Amma bunu qarışdırmayın da çox da. Mübtəda və mübtədanın təyininə sual verdikdə söz sırası nəqli cümlə kimi olur. Yəni heç nə dəyişmiş. Yenə mübtəda plus xəbər gəlir. Axı bizim normal cümlə sıramız belə idi. Mübtəda plus xəbər olurdu. İndi gəlin, bizim mübtədamıza sual verək. Mübtədamız Samirin tələbələri olsun. Onda bizim cümləmiz necə olacaq? Who went to hotel yesterday. Baxın, bu oldu sual. Gördünüz, heç nə dəyişmədi. Sual verdim ki, özünü çıxdım, yerinə sualı qoydum. Və yaxud mən onda deyirəm Samirə sual verirəm. Samir, apostrof Samirin. Nə sual verirəm Samirin sözünə? Kimin? Yəni whose. Yenə dəyişməyəcəm heç nə. Qalan hər şey eyni qalacaq. Görürsünüz, heç nə dəyişmədi. Bu, ümumi sual cümlələrində, xüsusi sual cümlələrində mübtədanın suallarıdır. Söz sırasına diqqət eləyin. Mübtəda, xəbər. Mübtəda, xəbər. Amma digər cümlə üzvlərində söz sırası necə olur? Digər cümlə üzvlərində söz sırası videoya baxanda da qeyd götürə bilərsiniz özünüz üçün. Sual sözü, köməkçi feil, mübtəda, əsas feil olur. Sual sözü, köməkçi feil, mübtəda, əsas feil olur. Yaxşı. İndi burada, məsələn, otelə sual verəcək. Otel nə deməkdir? Nə sual verərik otelə? Otelə getdilər. Haraya? Haraya nədir ingilisində? Where. Baxın, deyirəm sual sözü where. Köməkçi feil. Cümləyə baxıram. Cümlə hansı zamandadır? Keçmiş sadə zamanda köməkçi feil hansı idi? Did. Sual sözü, köməkçi feil. Sonra mübtəda gəlməlidir. Nədir mübtəda? Samir students da, düzdürmü? Samir students. Yaxşı, sual sözü, köməkçi feil, mübtəda əsas feil. Əsas feil nə idi? Xəbərimiz. Went idi, düzdürmü? Nə olacaq indi? Go. Səbəb nə idi? Do, does dediklərində əsas feil ilkin formada olurdu da. Go. Və salam, otelə sual vermişəm axı, otel getdi. Bir dənə də yazdım bura. Yes. Bu oldu, deməli, xüsusi sual cümlələrində söz sırası. Yes də deyə sual verəcək. Nə sual verəcək? When. When. Sonra yenə köməkçi feilimiz did, yenə mübtədamız Samir, students, yenə əsas feilimiz go. Bu dəfə to hotel qalacaqdır. Ona sual vermirəm axı. To hotel. Yaxşı, bu qədər. Sual cümləsinin söz sırası bunlardır. Amma bizə lazım olacaq qaydaları deyirəm. Unutmursunuz. Cümlədə when, what time və how long ago ilə bitmiş zamana sual vermək olmaz. Ümumiyyətlə when, how often da hətta ora vermək olur, o düşmür testlərdə. When, what time, how long ago, bir də how often. When, what time, how long ago. Bax, görürsünüz, how long yazmıram da. How long ago yazıram. How long-la vermək olar. How long ago. Bir də how often-la bitmiş zamanlara sual vermək olmaz. How often ancaq indiki sadəyə sual verir onsuz da. Bunlarla bitmiş zamanlara sual vermək olmaz. Necə? Baxın, deyirəm ki, Samir has come today. Bax, belə bir cümlə yazdım bura. Samir has come today. Nə deməkdir? Bugün gəlib. Gəlib. Samir bugün gəlib. Cümlə hansı zamandadır? İndiki bitmiş zamandadır da. Bax, görürsünüz, has come. Bugün gəlibdən baxma, cümləyə bax. Has come indiki bitmiş zaman, düzdürmü? Mən deyirəm ki, today'ə sual verək. Today nə deməkdir? Nə sual verərik?
Nə vaxt? When, hə? Axı mən dedim when-lə bitmiş zamana sual vermək olmaz, onda nə edəcəyik? Cümləni keçirəcəyik keçmiş sadə zaman. Unutmursunuz. When ilə bitmiş zamanlara sual verdikdə cümlə keçmiş sadə zamana keçir. Yəni artıq sual veriləcək. Keçmiş sadə zamanda sual nə ilə verilirdi? Did ilə verilirdi. Did. When did mübtəda Samir əsas feil elə kam olaraq da qalır və salam. Sual belə oldu. Deməli, bitmiş zamanlara when ilə sual verdikdə, what time ilə sual verdikdə cümlə keçir keçmiş sadə zamana. Deməli, əgər məlum növdədirsə sualı did ilə veririk. Bir də məhsul növ versiyası var. Bəli, deyirəm ki, məsələn, the computer has been, məsələn, fixed today. Deyirəm, kompüter bugün təmir olunub. Bu cümlə məhsul növdədir axı. Məhsul növdə artıq biz sualı verəcəyik was, were-lə. Məhsul növdə keçmiş sadə zamanda məhsul növ bilirsiniz, was, were-lə yaranır da. Ona görə today-yə sual versək, yerə deyəcəyik when was the computer. Bax, çox düşür ha imkanlara. Been fixed, bağışlayın, was, were demişəmsə been olmaz artıq. Fixed və salam. Bu da oldu bizim sualımız, sağlam ol. Yaxşı. Bu da bizə deməli lazım olacaq. Digər bir detay, bir də unutmursunuz var tak suallar. Üçüncü növ isə tak suallar. Tak suallar nədir? Tak suallar ayrıcı sual cümlələrdə deyirlər, təsdiqləmə məqsədi daşıyır. Yəni dəqiqləşdirmə məqsədi daşıyır məlumatları. Məqsəd budur. Necə yaranır? Cümlə birinci tərəf təsdiqdirsə, ikinci tərəf, yəni ümumi qanuna uyğunluğu budur, inkardır. Birinci tərəf inkarsa, ümumi qanuna uyğunluqda ikinci tərəf təsdiq olur. Yazıram məsələn bir cümləni. Məsələn, burada Samir has come today cümləsini yazıram elə. Baxın, necə yaranır? Samir has come today. Bu cümlənin tak sualı vergül atılır. Sonra birinci tərəf təsdiq idi, inkar idi. Təsdiq. Deməli, ikinci tərəf inkar olacaq. Keçmiş olsun müəllimə bu arada. İnkar olacaq. İnkarlıq nə ilə yaranacaq artıq? Has plus participle olduğuna görə have-in özü ilə yaranacaq da. Hasn't deyəcəm. Və birinci tərəfin mübtədasını şəxs əvəzi subyekt halından verəcəm. Samiri hansı şəxs əvəzi ilə əvəz eləmək olar? Kim? Kim? Bəli. De də onu. O. Kim o? Yəni nə? He. Dilarə olsaydı she deyəcəkdim də. He. Oldu tak sual. Birinci tərəf təsdiq olduğuna görə ikinci tərəf inkar. İnkar olsaydı ikinci tərəfi təsdiq etsəydi. Tak sualın özəlliyi budur. Baxın, təkrar edirəm. Birinci tərəf təsdiq, ikinci tərəf inkar. Birinci tərəf inkar, ikinci tərəf təsdiq. Bir də dialoq tipli suallar var. Eyni, bax, qısa yaranır. Bax, eyni cümləni yazıram. Samir has come today. Bax, necə olur orada? Dialoq tipli olur. Bax, belə bura bir tire qoyulsa, oldu dialoq tipli də. Onda onun cavabı olur qısa sualla. Təsdiqə təsdiq, inkara inkar. Bu artıq olur has he. Bunları qarışdırmayaq. Has he. Qeyri-adi bir şey yoxdur. Yaxşı. Alternativ sual cümlələri haqqında heç nə ehtiyac danışmağa ehtiyac yoxdur. İçində deməli or olan cümlələr alternativ sual cümlələri və sizə düşmür də. İndi mən testlərə baxıram bir neçəsinə. Baxın, yesterday'nin altından xətt çəkibdir. Deyir sual verin. Biz nə sualı verərik? When sualı verərik. Bəli, when ilə sual verəndə cümlənin zamanına da baxın. Wrote hansı zamandadır? Keçmiş sadə zamanda. Keçmiş sadə zamanda sual nə verir? Do, does, did. When-dən sonra deməli 100%, axı söz sırası sual sözü plus köməkçi feil olurdu. When-dən sonra did olmayan cavabları çıxıram. Bu çıxdı. Yaxşı, kompüter özünə gələnə qədər haqqında danışaq, sonra silərəm. Yaxşı, do getdi, we getdi, düzdürmü? Bir dənə getdi. Yaxşı. Bu getdi. Burada da sual səhvdir də how often. Bax, how often unutmayın. Nə qədər müddətdən bir deməkdir? How often nəyin sualıdır həmişə? Always, usually, every day. Bunların sualıdır. Niyə? Çünki how often nə qədər müddətdən birdir. Yəni elə sual olmalıdır ki, məsələn, deyirəm ki, həftədə 3 dəfə deyirsən how often. Nə vaxtdan bir? Düzdürmü? Onların sualıdır. Keçmiş sadə zamanda da görə bilmərsiniz də burada how often-ı. Yaxşı. Sual sözü when ödədi. Köməkçi feil did ödədi. Mübtəda we ödədi. Wrote bir də write. Bax, bu ikisinin fərqi var. Wrote bir də write. Siz hansını yazmalıyıq? Bəli, baxın, did-ilə write uzlaşmalıdır düzgün form olması üçün, düzdürmü? Bizə wrote uyğun deyil. Ona görə düzgün variant D variantıdır. Yaxşı. İkinci test eyni qaydadadır. Sizin adınız nə oldu? Rəqsanə xanım.
Rəqsana xanım, ikinci testi analiz edə bilərik. Yes də dedi. Sual nə ilə verəcəyik? Bəli, yəni when ilə verdik də, yenə düzdür. Sonra nə gəlməli idi? Köməkçi feil. Hansı köməkçi feil? Do, does, did. İndi keçmiş sadə zamanda olduğuna görə nə gələcək? Did. Did olmayan cavabları çıxdıq. Y bəndi getdi. Sonra nə gəlməlidir diddən sonra? Mübtəda. Aylar doğrudur, onda qalsın. Sonra, yaxşı, üçüncü tərəfə görə hansını çıxarıq? Baxın. Bunu da çıxacaq, eləmi? Nəyə görə çıxacaq? Did gələndə birinci forma istifadə olmalıdır. Okey. Home'ları da yazıb. Bura baxın, yes dedilər qalıb yerində. Qala bilərmi sual verdiyimiz cümlə özü yerində? Qala bilərmi? Qala bilməz. Ona görə düzgün variant C variantıdır. Çox qeyri-adi deyil bu testlər. Yaxşı. Baxın, indi burada gələk 12-ci testə baxaq. Bəs görsənir test, yoxsa böyüdüm? 12-ci testə baxırıq. Baxın, when var. Əvvəla bilirəm. When bitmiş zamanlara sual vermir. Amma hələ birinci söz sırası ilə gedim. When sual sözü. Has köməkçi feil. Yaxşı, razılaşdım. He mübtəda. Nə çatmadı? Əsas feil. Breakfast isim daxil. Mən feil lazım idi, eləmi? Getdim. Has köməkçi feil. He mübtəda. Nə gəlməli idi? Əsas feil. Feil varmı? Does köməkçi feil. He mübtəda. To have xəbəri elə bir şey yoxdur. Düzdür? To have. Xəbərin to'su ola bilər. Xəbərdən əvvəl to gələ bilərmi? Olmaz. Yaxşı, burada has to have breakfast check question'ı doesn't ilə yarandı. Bax, indi burada əsas məsələ nədir? Biz burada sualı, inkarı həqiqətən does ilə yaratmalıydıq-mı? İndi onun da cavabı bayaq dediyim cümlədəydi. Mən bayaq demişdim ki, əgər have-dən, has-dən, had-dən sonra participle to gəlibsə özü yaradır. Gəlməyibsə özü yaratmır. Bax, onda biz do ilə does-la yaradırıq. İndi burada has to-dan sonra participle to, yəni feilin üçüncü forması. Lori dilindən sizin dilinizdə şöyle keçmiş zaman forması var burada. Yoxdur. Yoxdursa deməli sual inkarını özü yaratmır. Yaratmırsa do does-la yaradır. Birinci tərəf təsdiqdir, ikinci tərəf inkardır. Yəni d bəndində hər şey qaydasındadır, işlər yolundadır. Baxıram bura. Doesn't have. Mənə deyib ki, onsuz da mənim köməkçi feilim does-dır. Mən bura has yazmalıydım, yoxsa does yazmalıydım. Başa düşdükmü? Başa düşmədisə bir də izah edeyim. Bax, evdə çətinlik çəkməyini istəyirəm. Siz Rəqsana xanım, başa düşdünüz? Hamı tutdu. Tamam, problem yoxdur. Şeydən soruşmuram ki, çox demişik tamam. Baxın bura. Happened xəbərdir, düzdür? Xəbərdən əvvəlki isə mübtədadır. Deməli, burada köməkçi, feil, zad, artırmaq söhbəti yoxdur. Nəqli cümlədə, söz cümlə nədirsə, burada da eynisi olacaqdır. Söz sırası elə mübtəda plus xəbər olacaq. Baxın, did. O görürsünüz, dəyişibdir, had artırıbdır. Heç nə əlavə eləmək olmaz, heç nəyi silmək olmaz. Və bu variantlar gedir. Cavab qalır Y variantı. Bu arada çox vacib bir qayda. Do, does, did təsdiq formada heç vaxt əsas feillə yanaşı işlənməz. Bu çox vacib bir qaydadır. İnşallah ki, videoda qeyd tutarsınız. Ümidvaram. Okey, mən elə bilirəm, testi yazmaq üçün kifayət eləyəcək şeyləri danışdıq. Yazdıqdan sonra da nə sualınız varsa birdə sözsüz ki, danışacağıq. Sualın ən çox olduğu mövzulardan biri budur. 96 sualımız var.